Baba, yeterli. Buraya gelin. Hadi inelim. Demək, saat 4 radələrində bu adam evdən çıxıb. Evdə heç kim olmayıb. Uşağı bizdə oxuyur 11-ci sinifdə. O da məktəbdə idi. Həm də başçı gəlmişdi, tədbirimiz var idi. Bu adam tək adam olub evdə. Arvadı da yazıq uşaqdır. Ailəsi gedib çiyələ əsasında işləyirlər. Evi hər şey yeyir, səhmanlayıb, sonra da çıxıb. Mal dalizə gedib. Axşam çağı mallar gəlib, adam yoxdur. Sonra haray düşdü kəndəki bu adam yoxdur. Qaranlıq çöktü bizlərdir. Baxdı 2 dənə kənd hamısı tökülüşdü. Hələş elə də yoxdur. Fövqəladə zəng elədim. Dəfələrlə zəng elədim. Dedilər ki, qeydiyyata almışıq, amma gələn olmadı. Heç kim gəlmədi. Səhər biraz da səbləşdim onların üstünə ki, gəlirlər meydə baxış keçirirlər. Mən dedim ki, yaxına durmayın, açıq deyim. Sonra səhər uşaqlar tapdılar da, meydi tapdılar. Hündür bir qayalıqdır, haradasa bir 15-20 metr. Oradan düşüb, özdə bir 20-30 metr aralıda dıvırranı belə gedib kolluqda tapdıq. Ailəlidir, 3 oğlu var. Ümumiyyətlə, meydi siz sakinlər tərəfindən çıxardılar ya? Bəli, hamısı sakinlər tərəfindən, heç kim yaxın düşmür. Fövqəladə gələndə artıq biz meydi çıxartmışdıq. Çıxartdıq, belə kəndə gedən o yoldur, trasa çıxartdıq. Orada da qoydum maşına, onlar fövqəladə gəlmədi, onlar qayıtdılar geri. Ehtiyac da yoxdur, onların gəlməkləri. Ümumiyyətlə, dağlıq ərazidir orada. Hə, dağlıq, qayalıqdır. Çox gözəl, işgüzar, ictimaiyyətçi, başı aşağı, bir dənə kimisə qonşunun bir dənə soyğuna kiş deməyən bir dənə bilir. İnanırsın, belə bir ictimai adam, belə ictimaiyyətçi, belə iman, fağır, heç kimə kiş deməyən bir kişidir. Xoş, deməli, yoldaşı şəhərə gedib, oğlu da gəlində xəstəxanada idi. Bir dənə balaca nəvəsi bundan 2-3 ay bundan dünyasını dəyişdi. Xəstəxanada idi. Bunlar gediblər, bu da görüb inəklərin dalınca günlərdə kəndi yeri də gedib, qayıdan biz də eşitdik saat. Mən şəxsən saat 9-da eşitdim və bildim ki, dedim İlham əgər bir damcı ruh qalsaydı, o sürünə gəlib çıxardı. Hündürlükdən. Hə, çox hündür, yamacdan dıvırlarını bilir, necə olur. Ola bilsin, bəlkə başı gicəllənir falan da ağır kişiydi. Belə dünyasında. Ya Allah'daki yerleşmiş abi ne? Yok.